Hansı məmur tərəfindən Elşən Ələkbərova dövlət torpaqlarında qanunsuz fəaliyyət göstərməyə icazə verilib? Abşeron rayonu Güzdək qəsəbəsində yerləşən və tır parkı kimi tanınan dövlətə məxsus ərazidə ciddi qanun pozuntuları qeydə alınıb. Daxil olan məlumata görə sözügedən ərazi kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Lakin buna baxmayaraq sahibkar Ələkbərov Elşən Abbasəlioğlu bu ərazidən təyinatı üzrə deyil, öz istədiyi kimi istifadə edir. Ərazidə restoranlar yaradılıb, konversiya fəaliyyəti aparılır. Məsələ bununla da bitmir. Tır parkının yerləşdiyi ərazi dağlarla əhatə olunub. Məlumatlara görə tırların arxa hissəsində yerləşən dağ massivləri daşıyıcı texnika vasitəsilə yarılır, buradan gil çıxarılaraq satılır. Bu isə artıq təkcə torpaq qanunvericiliyinin deyil, ekoloji pozuntu kimi bildirilir. Qanunvericiliyə əsasən dağlar və yeraltı sərvətlər dövlətə məxsus təbii sərvətlər hesab olunur. Həmin sərvətlərin icazəsiz şəkildə dağıdılması, yarılması və konversiya məqsədi ilə istifadəsi qanunsuzdur və cinayət məsuliyyəti yaradır. Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə rəsmi sorğu göndərilib. Sözügedən ərazidə aparılan işlərin qanuniliyinin araşdırılması, ətraf mühitə və dövlətə vurulan ziyanın həcminin müəyyənləşdirilməsi artıq hüquq mühafizə orqanlarının səlahiyyətindədir. Ortaya çıxan faktlar bir daha sualı yaradır. Kənd təsərrüfatı təyinatlı dövlət torpağında restoranlar necə tikilir? Dağlar kimlərin icazəsi ilə yarılır, kərpiç zavoda gil daşınır. Bu proseslərə niyə vaxtında nəzarət olunmur? Məsələ ilə bağlı adı keçən şəxslərin və aidiyyəti qurumların da fikirlərini yaymağa hazırıq. Qeyd edək ki, faktla bağlı araşdırmalarımız davam edir. Məsələ ilə bağlı aidiyyəti qurumların mövqeyini dərc etməyə hazırıq.